Bəzi tibb müəssisələri xərcləri azaltmaq üçün tibbi tullantıları, məişət tullantıları konteynerlərinə atır. Bunu Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Orxan Cabbarov deyib. Onun sözlərinə görə, ölkədə ixtisaslaşmış zərərsizləşdirmə məntəqələri olduqca məhduddur. Biz tərəfindəyik ki, daşınmanı həyata keçirən şirkətlər, tərəflər tibbi tullantıları həmin bu məntəqəyə gətirib təhvil versinlər. Çünki müasir üsullarla məhz bu məntəqədə beynəlxalq standartlara cavab verən şəkildə zərərsizləşdirmə həyata keçirilir. Saatda 500 kiloqrama qədər tullantılar 130-135 dərəcədə sterilizasiya olunur və təhlükəsiz tullantılara çevrilir. Daşınma və eyni zamanda zərərsizləşdirmə standartlara cavab verməlidir. Orxan Cabbarov bildirib ki, Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyəti köhnə nəqliyyat vasitələrinin utilizasiyası proqramını da davam etdirir. O qeyd edib ki, proqramın əsas məqsədi istismar müddəti başa çatmış nəqliyyat vasitələrinin utilizasiyasını təmin etməkdir. Şöbə müdiri indiyədək utilizasiya olunan avtomobillərin sayını da açıqlayıb. Eyni zamanda nəqliyyat vasitələrinin utilizasiya proqramını icra edən tərəfdir Təmiz Şəhər operator olaraq hal-hazırda 2024-cü ildən bu günə qədər 23.589 nəqliyyat vasitəsi utilizasiyaya təhvil verilib və bunun qarşılığında 1273-ə qədər yerli istehsal nəqliyyat vasitəsi proqram çərçivəsində vətəndaşlar tərəfindən əldə olunub. Orxan Cabbarov həmçinin vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantılarının zərərsizləşdirilməsi üçün poligonlar yaradılır. Ərazi planlaşdırılmasına uyğun olaraq poligon yerləri müəyyənləşdirilir. Həmin poligonlarda bərk məişət tullantıları qəbul olunaraq müasir üsullarla zərərsizləşdiriləcək. Şəhla Poladova, Davud İbrahimov, Xəzər xəbər.